Bugün sizlərə uşaqlarda ən çox rast gəlinən problemlərdən biri yastı pəncəlik haqqında qısa məlumat verməyə istəyirəm. Öncəliklə onu bildirmək istəyirəm ki, bütün uşaqlar anadan olarkən ayaqlarının altı yastı olur. Bəzən yanlışlıqla 3 ay, 5 ay, 6 aylığında bizə müxtəlif həkimlər tərəfindən uşaqlar yönləndirirlər, ayaqları yastıdır, bunu neyniyək və s. Bir yaş yarımında təxminən yeriməyə başladıqdan sonra uşaqlarda artıq ayaq tağının inkişafı əmələ gəlməyə başlayır. Özəlliklə ilk öncə onu demək istəyirəm ki, uşaqlar yeriməyə başlayandan sonra ayaqqabıları mütləq supinatorlu, yəni ayaqqabının içəri tərəfindən ayaq tağına dəstək məqsədi ilə kiçik bir hündürlük olmalıdır ki, buna bir supinator deyirik və uşaqların supinator ayaqqabıların istifadəsi zəruridir. Təxminən 8-9 yaşına qədər bu ayaq tağının inkişafı davam edir və bu müddət ərzində biz həm supinator verməklə, həm ayaq əzəllərini gücləndirməklə ayaq tağının maksimum düzgün inkişafına səbəb olmağa çalışırıq. Əgər ailədə irsiyyatda yastı pəncəlik varsa, bu valideynlər daha diqqətli olmalıdırlar. Bəzən uşaq 2 yaşında olanda artıq ayaqqabının içinə supinator düzəltdirirlər və s. Xeyr, təxminən uşaq 3-4 yaşından sonra uşaqların ayağının rentgen çəkilir, yastı pəncəliyin dərəcəsi müəyyən edilir. Yəni birinci və ikinci dərəcəli yastı pəncəlikdə xüsusi özəl ayaqqabı içiliyi düzəltməyə gərək yoxdur. Supinator ayaqqabı kifayət edir. Üçüncü dərəcədə isə özəl fərdi olaraq ayaqqabı içinə içilik düzəldilir və onu istifadə etməyə başlayır. 9-10 yaşından sonra isə yastı pəncəlik üçün təəssüf ki, bir şey edə bilmirik. Ancaq ayağın özünün inkişafı 15-16 yaşına qədər davam etdiyi üçün ayağın düzgün inkişafına kömək etmək üçün biz o ayaq içəri tərəfdən olan o yüksəkliyi verməyə məcbur oluruq. Valideynlərə və xüsusən uşaq həkimlərə tövsiyəm odur ki, yəni uşaqları əgər bu tipdə şübhələri varsa da, ailədə risk faktorları varsa da zamanında ortoped travmatoloqa yönləndirsinlər. Yəni 2-3 yaşından bu problemin qarşısını almağa çalışdıqda nəticə əlbəttə ki, daha yaxşı ürək açan olur. Nəinki 10-11 yaşında yaxınlaşırlar. Hətta bəzən 17-18 yaşında əsgərlik yaşına çatmış halda belə bizim tərəfimizə müraciət edirlər. Artıq biz bu mərhələdə, bu yaşda təəssüf ki, heç bir uşaq üçün faydalı ola bilmirik.